Deməli, əzizlərim, bu günlərim istədiyim bu videonu çəkim ki, insanlar gənc yaşda bədənində antioksidantları zəngin olduğuna görə həyata bir başqa baxırlar. Yəni, hər şeyi daha sağlıqlı görürlər, daha enerjili olurlar. İnsan yaş gəlir, evlənir, gənc yaşda övladlarına baxırlar. Ancaq 35 yaşdan sonra isə və yaxud da daha erkən yaşlarında da ola bilər. İnsanın bədəni ona qışqırır ki, mən səndən kömək istəyirəm. Mənim dördüm işləmir, sənin saçını tökürəm. Mənim insulin dirəncim yaranıb, tez acıram. Artıq mən şəkər xəstəsiyəm, mən dərman içmək məcburiyyətindəyəm. Ona görə də, əzizlərim, evladlar da sağlıqlı ata-ananı istəyirlər. İstəyirlər ki, yəni sağlıqlı ata-ana ilə böyüsünlər. Ona görə də özünüzə baxmaq məcburiyyətindəsiniz. İçərisində özümü də yəni daxil edirəm. Mən sağlamlığa bir cür baxa bilmirəm. Bilirsiniz necə bir cür baxa bilmirəm? İnsan sağlıqlı qida qəbul etməlidir. Bu mənim həyatımın, yəni başlıca dəyişilməz, yəni kurallarından deyək, türklər demişkən bir qanunudur. Sağlıqlı qidalar insanın həyatının keyfiyyətini artıracaq qədər mühüm rol oynayır. Əgər sənin həyatında sağlıqlı qidalanma tərzi yoxdursa, çox təəssüflər olsun ki, qəbul elədiyin dərmanlar da sənə faydası olmayacaq. Bir də stres və sağlıqlı qida ikisi birgə paralel şəkildə işləyir. Əgər sən düzgün şəkildə qida qəbul eləmirsənsə, sənin davamlı kortisolun yüksək olacaq, stresin yüksək olacaq. Ona görə də əgər sən stresini aşağı salmaq istəyirsənsə, ilk öncə qidalanmanı düzəltməlisən. Qidalanmaq isə sənin beynindən başlayır. Sən əgər beynində düzgün şəkildə qidalanmağı özünə təbliğ eləyə bilsən, tərbiyə eləyə bilsən, yəni bunu o yana bu yana çevirməyin adı yoxdur. Yəni insan həqiqətən özünü tərbiyə eləməlidir qidalanmaqda. Bir insan davamlı ağzına nə gəldi yeməli deyil. Yəni açıq danışaq burada. Artıq yorulmuşam, yəni belə ay onun xətrinə deyər, bunun xətrinə deyər. Xeyr, artıq bu mövzuları yığışdırıram, özüm olmağa çalışacağam. Mənim qızım mənə deyir ki, mama sənin bir damarın var. O damarına əgər insanlar sən səbir edirsən, əgər ora toxunuldusa, yəni o Zemfira deyilsən. Həqiqətən sən tərbiyə etməlisən özünü. İnsanın düşüncəsi ilə qidanın bağımlılığı var. 100 dəfə sizlərə deyirəm ki, bu bağımlıdır. Mən özüm həyatımdan bir qidanı çıxarmaq məcburiyyətində qalmışam. İnsanlara amma təbliğ elədiyim qidanı, sağlıqlı, əgər onun problemi yoxdur dediyim qidanı çıxartmaq məcburiyyətində qalmışam. Çünki özümdə qan analizimdə problemlər görürəm. Çünki bunu çıxardıb, yəni baxın, mənim də burada artıq saçlarımın töküldüyünü hiss eləmişəm və də artıq o qida əlavəsi, qidamdan bəzi qidaları çıxardaraq artıq balaca tüklərimin gəldiyini görürəm. Yəni bunu mən özümə etməsəm, bunu heç kim mənə etməyəcək. Mən həyata fərqli baxıram. Həyata deyəndə insanın qidalanmasına fərqli baxıram. Ay o kimyavi dərmandır, onu qəbul eləmə. İnsanlar var 150 təzyiqlə gəzir, kimyavi dərmandır deyib içmir. Niyə görə? Niyə? Bugün sabah sənin böreyin işdən çıxacaq. Yəni şəkəri sən göz ardı edirsən, dərmanı içmirsən. Nə olsun sən gəzirsən? Amma sənin orqanların iflas eləyir axı. Mən həyata bağışlayın bir yöndən baxa bilmirəm. Yəni sağlıq üçün hər yönə əl atmalısınız. Sağlıq üçün kimyavi dərman da qəbul etməlisiniz, yeri gəlir, qida əlavəsi də qəbul etməlisiniz, amma qidalanmanızı düzəltməlisiniz. Bu mənim baxış açımdır. Kimin baxış açısı necədir, mən bilmərəm. Özü bilər. Yəni baxın, burada mən bütün diyet növlərini təcrübə edərək burada danışıram. Bütün diyet növlərini təcrübə etmişəm həyatımda. 9 gün aclıq orucu etmişəm. Amma halbuki o mənim bədənimə uyğun deyildi. O mənim çəkimə uyğun deyildi. Mən yəni yaradanın bir nemətidir ki, bugünkü gündə buradayam. Yəni insan araşdırmalıdır. Hər kim nə deyir, onu gedib etməli deyil. Mən bugünkü gündə burada oturub, mənim məsəl üçün doğruluqla, dürüstlüklə oturub sənə deyirəm ki, həyatınızda balanslı qidalanmağı seç. Balanslı qidalanmağı seç. Əgər sənin bağırsağında sızdıran bağırsaq sindromun yoxdursa, hər hansı bir xəstəliyin yoxdursa, çörəyi də, sağlıqlı çörəyi də qəbul et. Amma ki, problemin varsa etmə deyirəm. Mən burada bugünkü gündə yazdığım menunun arxasındayam. Çünki insanları
ay yarı xiyar ye demirəm. Yarı xiyar ye deyib ona vermirəm. Yarı xiyar yeyib yeməyib bu insanı artıq aldatmaq deməkdir. Yəni bir xiyarı yesən olacaq, yarı xiyarı yesən olacaq. Heç nə olan şey deyil. Əsas o sən doyduğunu hiss elə. Doyduğunu bil, öyrən, özün bədənini öyrən. Doyduq siqnalı getmir beyinə. Çünki niyə? Çünki bədəni davamlı al ye. Yəni tərbiyə et özünü, tərbiyə etməlisən. İnsanın, baxın necə ki, insanın hər hansı bir xəstəliyi var. Məsəl üçün nevroloji xəstəliyi, panik atak keçirir, qıraqdan ona kimsə baxır, gülür ki, heç nə yoxdur, öz-özünə edir. Yemə də elə bozuqluqdur. Yəni yemə türklər demişkən pozukluğudur, yemə pozukluğudur. Buna sənin ehtiyacın var. Bunu sənin müalicəni götürməyə ehtiyacın var. Özünü öyrətməyə ehtiyacın var. Mən sizləri başa düşə bilirəm. Çünki yemə demək asandır. Amma sən ona alışmısan, öyrəşmisən. Qida alışqanlığı da çox təəssüf ki, başqa maddələr kimi alışqanlıq yaradır insanda. Mənə birinci yazdılar pasientlər, mən istədiyim çəkiyə çatdıqda mən yenə öz qaydasında yeməklərimi yeyə biləcəmmi? Hardadır siqnal? Beyində. Yeyə biləcəmmi? Baxın, bu günlərim çox gözəl bir mesaj aldım, təşəkkür mesajı ki, mənim uşaqlıqdan əziyyət çəkdiyim qəbizlik problemim düzəldi. Nə üzrə düzəldi? İnsan dəyərsizlik duyğusu hiss edirdi. Onu EFT ilə, yəni o dəyərsizlik duyğusundan azad olmağını etdim, o prosesi etdim. Qidanı düzəltdim. Həyatımdan bəzi qidanı çıxartdım. Nəyə görədir? Yəni təşəkkürü, yəni uşaqlıqdan, təsəvvür edin 4 yaşında uşağı qlizma eləyərək, yəni böyük bayrını edirdi. Yəni bu hər şey hardan gəlir? Qidalanmaqdan, dəyərsizlik duyğusundan, özünü öyrətməməkdən. Bir günlərim belə danışdım, çünki içimdən gəldi. Artıq yəni kitab dilindən danışmaqdan sıxılmışam. Özüm olaraq danışmağı seçmişəm. Artıq belə yenidən görüşmək ümidi ilə.